morning. Bugün turumuz var. Değil de, yolun önüne bak. Deyim biraz hava atsın gedək. Gedrikdə dedi yol açılacaq hava. Açılacaq indi. Biz bir şey hazırıq, bilmirəm. Özüm də başa düşmədim, amma nəysə gedək. Gözləyin. Bu cür səhərin sübh tezdənində gəlmişik Jeep Safari'yə. Gedirik. Gəldi bizə çay ikramı etdilər. İndi gözləyirik ki, burada çayımızı içək. Sonra da minək kvadratsikla gedək, yolumuza davam eləyək. Bədəvi ərəblər kimi yol üstü dayanmışıq, karvanlarımızı saxlamışıq. Piraşki verirlər deyəsən. Əlin nə deyirsən? Burada deyəsən qəşəng piraşki verirlər, top verirlər. Bu necə eləyir? Bilmirəm. Bakıda bütün piraşki zavideniyalarında olmuşsan, bir dənə bura qalıb. Bakıda başqadır. Bunlar da zəvişdir. Maraqlı belə ədəvalı çayları var. Tabak dedi, kabak dedi, nəsə belə bir şey dedi, mən başa düşmədim açıq. Əlimə bir dənə çay götür. Bu getməsin. Burada dəvəyə mindilər. Gəldik belə maşınları park elədik. Buradayıq. Arabski oğlan. Hello. Səhranın ortasında. Səhər saat 6-da. 6-ya qalıb bax. 6-ya qalıb hə. Yəni biz burada nə edirik özümüz də bilmirik. Amma maraqlı experience-dır. Xoşuma gəldi. Gəlmişik günəş açmağa burada. Sunrise-da. Поехали, Санан! Скажи привет моим подписчикам! Скажи привет! Привет! Salam Azərbaycan! Salam Azərbaycan! Gəlmişik günəşi seyr etməyə. Sunrise, günəş çıxıb. Bugün günəşi də çıxardıq, indi gedirik. İndi öyrədirlər ki, onu Azərbaycan necə desin. Azərbaycan! Spasiba. Where are you from? Azerbaycan. Salam. Azərbaycan. Azerbaycan. Where are you from? Egypt? Kayır. Kayır. Da. Super. Azərbaycanı öyrəndin axır ki. Spasiba. Dalış eləyənlər üçün. Не попадает. А вторая проблема, айс масса. Если вода маска попадает, над водой не буду хорошо, маска пробряет, маска затянет. Попробуем маска воды. Но на всякий случай, если вода попадает под водой, выбрать себе крем не надо, крем из полоска, все равно вода попадает. Полотенце вода, мыться надо. Под водой, вода в маску попадает, запомните 1, 2, 3. Что 1, 2, 3? 1, поднимите. Gəldiyim Maldiv adalarına oxşayan yerə. Baxın suyun rənginə. Görün nə gözəldir. Hal-hazırda diverların sırasıdır. Diving edirlər. Dive etmək istəmədik. Amma edənlərə də baxa bilərik. Burada da diğer gemilerdir. Görün ne kadar gemi var.
Burada da yaxta turumuz sonlanır. Artıq otelə getmə vaxtıdır. Aypara xanım. Aypara xanım da bizi ilə oldu bugün. Çox sağ olsun bu qədər işin arasında. So, necəydi tur? Bəyəndin? Aypara hər şey bəyənmirəm. So, indi gedirik otelimizə. Gəldik spa ərazisinə. Burada həm spa, həm də gym var, idman eləmək üçün. Baxın. Aysel də burada reklam eləyir. Hello. Bura resepsiyonudur. Bura idman salonudur. Belə bu cür burada idmanınızı da edə bilərsiniz. Deməli, spa ərazisində kişilər üçün ərazi var və qadınlar üçün ərazi var. Bayaq kişilər üçün olan ərazini çəkdim. Qadınlar burada əynini dəyişir. Hidromasaj hovuza daxil ola bilirlər. Hər ikisi də. Belə. Burada masaja daxil olmadan öncə blank doldurursunuz. Doldurdum. İndi birazdan masaja daxil oluram. Gəldim spaya, masaja, blankımı doldurdum və Taylanddan bir xanım gəlir sizə masaj edir, xüsusi spesialist. Hello. İndi isə daxil oluram. Masaja girib çıxandan sonra nə qədər yorğun olduğumu başa düşdüm. Çox əla idi və Taylanddan gələn mütəxəssis xanım edir masajı. Burada bir neçə yerdən, bir neçə ölkədən gələn mütəxəssislər var. Mən də Taylanddan gələn xanım idi. Çox bəyəndim, çox razı qaldım. Spesialistlər həqiqətən sizlə ilgilənirlər. Bir probleminiz varsa, onun üstünə gedirlər, kömək edirlər. Yəni ümumiyyətlə çox əla, xoş təəssüratlar, spa zonası çox əladır. İndi sizə buranı da göstərəcəm irəliləyən saatlarda. Və sonda belə bir anket doldurursunuz. Nəyi bəyəndiniz, nəyi bəyənmədiniz və sizə belə yaşıl çay verirlər sakitləşmək üçün. Super. Yəni bir sözlə əladır. Burada belə qapalı hovuzu var. Burada belə masaj otaqlarıdır. Türk hamamıdır. Burada belə masaj otaqlarıdır. Siz belə couple da masajlarınızı edə bilərsiniz. Okay. Bura oğlanların ərazisidir. Burada sauna var. Belə və what is this? Steam room. Steam room. Parnoydu bura. Oy. Okay. Və burada hidromasaj vanna var. Belə. Sky Lounge'dayıq bugün. Sushi günümüzdür. Belə bu cürdə alakart restoranı var. Hansı ki axşamlar diskoya da çevrilir. Sizə məkanı göstərmək istəyirəm. Belə bu cür yuxarıda yerləşir. Aşağıda da belə konsert var. Burada otelin ərazisidir. İstəsəz axşam yeməyini burada da sifariş edə bilərsiniz. Sky Lounge-da rahat gəlib
Sushi və s. gözəl Asiya mətbəxindən yeməklər yeyə bilərsiniz, təamlar da bilərsiniz. Burada da belə barı var. İçki yeri. Burada yeməklər bişir. Burada isə belə barıdır. Hello. Bu cür içki sifariş edə bilərsiniz. Burada isə soyuq yeməklər. Və bunlar da bizimkilər. Sənan bəy tərəzi bürcü olaraq bugün bizi iləndir. Xoş olsun, necədir? Süper. Səsin çıxmırsa dadlıdır. Çok acıdı. Hə? Dilim yandı. Wasabi. No. Asabi.